Deməli, nevrocərrahiyyə xəstəxanasında sığortaya baxan bir dənə xanım var. Ora qoyublar ki, biz vətəndaşlara xidmət eləsin. Bu xanımın deməli rəftarı çox pis rəftar eləyir, müraciət eləyənlərlə kobud danışır. Bilmirəm, yəqin ki, o Azərbaycanlıdır, Rus dilli xanımdır, Azərbaycan dilində güclə danışır. Getmişəm nevrocərrahiyyəyə uşağı başını MRT-dən keçirtməyə. Orada dedilər ki, kontranslı MRT yoxdur, nəminə sığortaya yaxınlaşmaq lazımdır. Mən də uşaqla, arabayla sığortaya girirəm, sığorta olunan otağa. Xanım, biz sizi mənə nə deyik?